3 ilin həsrətinə son qoyduq. Qızımız yumurtalıq polikistos sindromdan əziyyət çəkirdi. Hormonal problem idi. Menstrual sikl gecikirdi. 3 aydan bir, 6 aydan bir olurdu. Folikul yetişmirdi və partlamırdı. Bəllidir ki, borular bağlı idi. Müalicəmiz 2 ilə yaxın oldu. İlk növbədə müalicəmizi başladıq. Hormonları normaya saldıq. Sonra boruları açdıq və növbəti ayda başladıq stimulyasiya. 6-cı stimulyasiyada testimiz pozitiv göstərdi. Həmləliyimiz çox çətin keçir. Hal-hazırda 13-14 həftəyə çatdıq və sizlə bir yerdə istəyərdik. Baxaq. Balacamız 14-15 həftəyə çatıb və sizi salamlayır. Dünyanın ən gözəl melodiyası ilə. Sizi təbrik edirəm. İnşallah axıra kimi sevinək. Körpə ilə sizi yola salaq. Hər şeyə görə çox sağ olun, doktor. Dediyiniz kimi çoxlu problemlərim var idi. Sizin sayənizdə mən də övladımı inşallah sağ-salamat qucağıma alaram. İnşallah siz də cavan mamıçka olasınız. Arzu edirəm. Sizə də qismət olsun, siz də biz kimi sevinəsiniz və bütün evlərdən körpə səsi gəlsin.